Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu videoda balıq yemləri, xüsusilə quppi balıqları üçün uyğun yem seçimi haqqında qısa amma vacib məlumatlar verəcəm. Əvvəlcə onu bilməliyik ki, balıq yemləri yalnız balığı doyurmaq üçün deyil, onun sağlamlığına, rənginə, inkişafına və ömrünə birbaşa təsir göstərir. Balıq yemləri əsasən bir neçə növə bölünür. Pul yemlər ən çox istifadə olunan yemlərdir. Quppi balıqları üçün çox uyğundur. Çünki suda yavaş açılır və asan yeyilir. Tərkibində bitki mənşəli maddələr və balanslı zülal olan pul yemlər quppilərin gündəlik qidası üçün ideal sayılır. Sonra dənəvər yemlər var. Bir qədər böyük ölçülü olur və daha aktiv, iri balıqlar üçün nəzərdə tutulur. Quppi üçün yalnız xırda ölçülü olanları seçmək məsləhətdir. Canlı və dondurulmuş yemlər. Məsələn, artemiya, dafniya və qan qurdları zülal baxımından çox zəngindir. Bunlar quppilərin böyüməsini sürətləndirir, amma həddindən artıq verildikdə suyun çirklənməsinə səbəb ola bilər. Buna görə də həftədə 1-2 dəfə kifayətdir. İndi isə quppi balalarına keçək. Quppi balalarının ağızları kiçik olur. Ona görə də iri yemlər onlar üçün uyğun deyildir. Balalar üçün ən yaxşı seçimlər xüsusi fray yemləri, yəni toz halına salınmış pul yemlər və yaxud yeni çıxmış artemiyadır. Balalar üçün əsas qayda odur ki, tez-tez, az-az, amma tez-tez yemləmə. Gündə 3-4 dəfə verilən kiçik porsiyalar onların sağlam və sürətli böyüməsini təmin edir. Sonda bir vacib məqamı qeyd edim. Çox yem vermək balıq üçün heç də faydalı deyil. Artıq yem suyu korlayır və bu isə xəstəliklərə yol açır. Yekun olaraq deyə bilərəm ki, düzgün yem seçimi sağlam balıq, təmiz akvarium və uzun ömürlü həyat deməkdir. Dəyərli dostlar, çalışın balıqlarınıza yem verdiyiniz zaman düzgün seçim edəsiniz və belə bir deyim var. Balığı yemsiz qoya bilərsən, amma susuz qoyma. Çox yem vermək balıq üçün heç də faydalı deyildir. Çox sağ olun, dəyərli dostlar. İzlədiyiniz üçün minnətdaram hər birinizə. Səhifəmizə abunə deyilsinizsə, xahiş edirəm hər birinizdən səhifəmizə dəstək üçün abunə ola bilərsiniz. Çox sağ olun, təşəkkürlər.